Aileleri hamınızı salamlayıram. Allah hafsın. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bugünkü gün biz ənənəmizə sadiq olaraq Babək 44 taborunun şəxsi heyətinlə döyüş yoldaşlarından bir nümayəndə gəlmiş ki, bu şəhidlərimizin ailələrinə kitablarını təqdim edək. Babək 44 taborunun döyüş yolu haqqında. Hal-hazırda Yusuf Zahir qardaşın ailə üzvlərinə kitabı təqdim edirik. Allah rəhmət eləsin şəhidlərimiz. Sizə iki kitab təqdim olunmalı. Sən də bu tut. Şəhid oldu Ağdərə rayonunun hal-hazırda adı Suqovşan kəndində 950 yüksəkliyində döyüşə girdik. Orada düşmənin kurduğu minaya düşdü, şəhid oldu, şəhidli zirvəsinə uzaldı. Çox döyüşən, cəsur bir yiğit, qəhrəman döyüşçüydü. Yəni bu günə görə mənim yadımdadır, onun döyüş yolları. Allah rəhmət eləsin. Allah şəhidlərdə rəhmət, Allah ailəsinə, yaxınlarına səbir versin. Cəmi şəhidlərimiz Allah rəhmət eləsin. Şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa Kəlbəcər alan, salam, şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də dik durmusan. Təşkil elədiyinizə görə çox təşəkkür edirəm. Şəhidlərin hamısı mənim qardaşlarımdır, hamısı mənim balalarımdır, canımdır, hər şeyimdir. Mən şəhidləri seçmirəm, 94 olsun, indiki şəhidlər olsun, fərq eləmir. İndiki şəhidlər balalarımdır, 94-dəkilər də qardaşlarımdır. Yəni Allahın hamısına qəni-qəni rəhmət eləsin, qəbirləri nurla tutsun. Baş əyirəm olar. Bütün şəhid analarının, atalarının qarşısında mən baş əyirəm, bir Zahirin bacısı kimi. Babək 44 taborunun döyüşçüsü, yiğit döyüşçüsü Adılov Rafael qardaşın valideynlərinə Babək 44 taborundan kitab təqdim edirik. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah valideynlərinə səbir versin. Hamınıza kurban olun, canınız sağ olsun, Allah köməyiniz olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rafael qardaşımızla mən bir qəhrəman qardaşlardan biriydi. Yəni döyüşə şəhidli zirvəsinə yüksəldi. Şəhidli zirvəsi elə bir zirvədir ki, hər adam nəsib olmur oraya. Allah hamısının o dünyasını versin, bütün şəhidlərimizi. Allah indən sonra analarımızı, bacılarımızı, atalarımızı göz yaşlı eləməsin. Amin inşallah. Allah səbir versin hamımıza səbir versin. Allah biz kişi yaralı insanlarıq hamımız. Yəni vallahi nə qədər ömrümüz qalıb onu da dəyərləndirik ki, heç bilmirəm. Bizim içimizdə, bu biz ölənə qədər biz Allah tüm Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. saniyəmiz Bu dünyada olan valideynlərə Allah uzun ömür, can sağlığı versin. Bu dünyadan keçənlərə Allah rəhmət eləsin. Söhbət eləmək ki, onlar ömrü boyu bizlə bərabər yaşayacaqlar. Bunların bütün cəmi şəhidlərimizin ruhu şaddır, torpaqlarımız azad olundu. Bunlar
bunların şartı ki bunları döyüş yolunu 2. Qarabağ müharibəsində itlərimiz Ağalarımız Qarabağımızı aldılar. Onların da bunları tapıldı. Bunlar da o əqidəylə, o şeylə getmişlər ki, yəni torpaqlarımız azad edilmişlər. Azad doğruldu. Allah cəmi şəhidlərimizə rəhmət bu eylesin. hansı qeyrətli oğlanlardır. Anasının, valideyninin, bacısının, qohum əqrəbəsinin namusunu, qeyrətini qoruyan oğlanlardır. Hamısı mülkündə burada yatırlar. Yine annemde sadık olarak Babək 44 taborunun ilk döyüşçü şəhid Süleymanov Bariz qardaşın kitabını təqdim edirik ailəsinə. Qardaşına təqdim edirik. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Bu keçən dəfə Fəxri Fərman sizə gəlməmişsiniz, ona görə verə bilməmişdik. Amma onu təqdim edirik. Allah rəhmət eləsin. Quliyev Asif şəhid qardaşımız Babək 44 taborunun döyüşçüsü, ilk döyüşçüsü. Onun qardaşına da yenə kitabın təqdimatını edirik. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hesab qıbrın. Allah rəhmət eləsin. Amin inşallah. Yine həmçinin şəhid qardaşımız İbrahimov Gülqəmin qardaşı oğluna ailəsinə kitabı təqdim edir. Babək 44 taborunun itləri adına. Teşekkür ederim Turan Birliği bizim yanımızda olduğuna göre, əziyyətimizi çəkdiyinə göre çok teşekkür ederim ki bugünkü günde bizi yanımızda oldular. Çok sağ olun, Allah razı olsun. Allah köməklərində olsun. Biz də Babək 44 adından təşəkkürümüzü bildiririk. Allah hamımıza can sağlığı versin. Allah işlərimizi avan dilləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizləri qorusun. Biz sizdən gurur duyuyoruz. Allah sizləri var etsin. 44 taborunun şəhidlərinin ikisinin ailəsi gəlməyib. Onu da Burqan qardaşa həvalə edəcəyik. Onları çatdılar, bizim əziyyətimiz çəkir. Müəyyən səbəblərdən onlar gəlməyibdir. Sadıqov Qabilin ailəsinə və Sadıqov Qabilin bir də İmamquliyev İlqarın Gilzanına. Yəni biz bütün Toğuz şəhidlərini 2-3 dəfə ziyarət eləmişik. Biz nə qədər canımıza can var, yenə onları ziyarət edəcəyik. Mən söz verirəm ki, bir Süleymanov Bariz qardaşın qəbrini də ziyarət edəcəyik. Onu eləməmişik. Bizim borcumuzdur və bir də İmamquliyev İlqarın. Yəni belə bütün hamısında iştirak eləmişik. Hamısında yəni Asif qardaşımızın iştirak eləmişik. Zahir qardaş, Rafael qardaş, bunlarda iştirak Vasif qardaş var, bunlarda iştirak eləmişik. Çəkərsin inşallah.